Salam, dəyərli tələbələr. Mən Ağayeva Günay, Həmkarlar İttifaqı Hərəkatı və Sosial Fəndlər Kafedrasının müəllimi. Bugünkü mövzumuz sosial təsirdir. Gördüyümüz kimi planda bir yarımbaşlıq var. Ünsiyyət prosesində psixoloji təsir məsələləri. Ünsiyyət prosesində insanlar bilirik ki, müxtəlif yollarla bir-birlərinə psixoloji təsir göstərirlər. Psixoloji təsirin effektləri güzəran psixologiyasında kəşf olunsa da, amma buna baxmayaraq onlar sistemli şəkildə bədii ədəbiyyatda öz əksini tapmışdır. Ünsiyyət prosesində insanlar bir-birlərinə baxıb təskinlik tapır, bir-birlərinə söz yoxdurdur, bir-birlərinə hörmət edirlər. Psixoloji təsir vasitələri bildiyimiz kimi çox cəhətlidir. Onlardan ən önəmlərindən biri andlar, alqışlar və qarğışlardır. Hansı ki, insanlar özlərinin güzəran təcrübələrində bir-birlərinə müxtəlif yollarla təsir göstərirlər, yalvarıb yaxarmaq, ağlamaq və s. kimi sadə formalardan istifadə edirlər. Andların özlərinin də formaları var. And içmə və and vermə. Onlar məzmunca eyni köklü yaranmışdır. Adamlar and içəndə də, and verəndə də elatdan yüksək dəyərləndirilən eyni mənəvi sərvətlərə söykənirlər. Güzəran təcrübəsində andın xüsusi bir formasından da istifadə olunur ki, hər hansı bir adam kiməsə deyil, öz-özünə and içir və andına da əməl etmiş olur. Alqışlar mahiyyətcə kognitiv, qarğışlar isə deductiv xarakter daşıyır. Özlərinin bu xüsusiyyətinə görə onlar şəxsiyyətlərarası münasibətlərin təkcə affektiv çalarlarla deyil, həm də eyni zamanda kognitiv cəhətlərini şərtləndirir və bilavasitə davranış yönümündə əks olunmuş olur. İnsanların bir-birini qavraması və anlaması prosesində alqışlar identifikasiyanın təsirli vasitəsi kimi özünü göstərir. Qarğışların təsir sahəsi isə sosial-psixoloji baxımdan daha genişdir. Onlar qarğış edən üçün psixoloji müdafiə, qarğış olunan üçün isə refleksiya və özünü qiymətləndirmə vasitəsidir. Psixoloji yönümdə alqışların və qarğışların üç tipini fərqləndirmək olar. Birinci, müxtəlif həyati situasiyada rastlaşmış insanların bir-birini alqışlaması və qarğıması. İkinci, doğma və yaxın insanların bir-birinə, məsələn, buna misal olaraq ananın və ya atanın öz övladlarını alqışlaması və qarşılamasını göstərə bilərik. Üçüncü isə ayrı-ayrıda insanların özlərini alqışlaması və qarğıması. Güzəran təcrübəsində alqış və qarğışların birinci tipinə daha çox rast gəlinir. Yaxşılıq edəni alqışlayar, pislik edəni isə qarğışlayırlar. Digər psixoloji təsir vasitələrindən biri psixoloji sirayətdir. Buna başqa cür yoluxma effekti də deyilir. Sosial psixologiyada 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində müəyyən edilsə də, amma bu psixoloji təsir vasitəsi insanlara çoxdan bəllidir. Müxtəlif dini ekstaz, kütləvi psixoz hadisələr, ritual rəqslər, idman yarışları və yaxud da ki, panika şəraitində insanların davranış və rəftarı kimi özünü göstərir. Psixoloji sirayət şüursuz, qeyri-ixtiyari bir xarakter daşıyır. Psixoloji sirayət halları hər şəraitdə deyil, yalnız müəyyən bir şəraitdə özünü göstərə bilir. Bu baxımdan da hadisələrin birdən-birə baş verməsini və insan üçün həyati əhəmiyyət kəsb etməsini ayrıca qeyd etmək lazımdır. Belə hallarda baş verən və yaxud da ki, hər hansı baş verə biləcək hadisə haqqında informasiyanın olmaması və qəsdən təhrif edilməsi psixoloji sirayətin dinamikasına mühüm təsir göstərir. Psixoloji sirayət əvvəldə də qeyd etdiyimiz kimi dini ekstaz, kütləvi psixoz hadisələr, əhəmiyyətli idman yarışları və panika şəraitində insanların davranış və rəftarı kimi özünü göstərir ki, qeyd etdik ki, bu proses qeyri-ixtiyari bir xarakter daşıyır. Psixoloji sirayət halları hər hansı bir informasiyanın və ya davranış önlərinin şüurlu sürətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun əsas mexanizmi kütlə şəraitində əmələ gələn müəyyən emosional halların adi zəncirvari reaksiyası modeli üzrə bir adamdan başqasına verilməsi kimi təşkil olunur. Psixoloji sirayətin xarakteri müxtəlifdir. Xarakter və səviyyəsi müxtəlif amillərlə şərtlənir. Məsələn, bura göstərə bilərik təsadüfi, ekspressiv, konvensiya və ya fəal kütlədə psixoloji sirayət spesifik xüsusiyyətlərlə yaranmış olur. Panika halları isə psixoloji cəhətdən kütləvi qorxu halları ilə xarakterizə olunur. Qarşılıqlı psixoloji sirayət şəraitində qeyri-adi ölçülərlə bu daha da güclənmiş olur. Qrupun ümumi məqsədi aydın olmadıqda, subyektiv baxımdan əhəmiyyətli olmadıqda, qrupun həmrəyliyi və onun liderinin nüfuzu aşağı olanda panikanın təsir sahəsi daha da genişlənmiş olur. Auditoriyanın cins və yaş xarakteristikası da psixoloji sirayətin dinamikasına olduqca mühüm təsir göstərir.
Şəxsiyyətlərin ümumi inkişaf səviyyəsinə, xüsusilə də onların mənlik və əxlaqi şüurunun rolunu da bu baxımdan xüsusilə qeyd etmək lazımdır. İnsanın anatomik xüsusiyyətlərindən biri də hisslərin intellektuallaşması prosesi ilə bağlıdır. İnsanın yaşı artdıqca idrak fəaliyyəti inkişaf edir və idrak proseslərinin inkişafı əsasında onun emosional həyatında mühüm dəyişikliklər baş verir. Uşaq ağlayanda da, sevinəndə də hər şeyə tədricən ağlın gözü ilə baxmağa başlayır. Hisslərin intellektuallaşması dedikdə isə adətən bu cəhəti nəzərə alırlar. Elmi-texniki tərəqqi dövründə insanların məlumatlıq səviyyəsinin daha da artması, şüurluq səviyyəsinin daha da yüksəlməsi hisslərin intellektuallaşması prosesini daha da intensivləşdirmişdir. Və bütün bunlar da müasir dövrdə psixoloji sirayətin məzmun və formasına köklü sürətdə təsir göstərmişdir. Psixoloji təsir vasitələrindən digəri təlqin və təqliddir. Əvvəlcə gəlin təlqinə baxaq. Təlqin üçün səciyyəvi cəhət hər hansı bir insanın bir nəfərə və ya bir neçə adama verdiyi informasiyaların onlar tərəfindən qeyri-tənqidi qavranılmasıdır. Təlqin şəraitində informasiya bir adamdan digərinə müxtəlif emosional çalarlarla verilir. Bir çox psixoloqlar bunlardan parikini qeyd edə bilərik ki, bu cəhəti nəzərə almır və təlqin prosesini adətən verbal bir proses kimi təhlil edirdi. Lakin bu bir tərəfli proses deyildir. Yəni, təlqin prosesi nə qədər verbal xarakter daşısa da, bu zaman söz və təsir prosesində həm paralingvistik, həm də ekstralingvistik vasitələrdən istifadə olunur. İnformasiya mübadiləsinin emosional çalarları da mimika, pantomimika, jestikulyasiya ilə yanaşı paralingvistik və ekstralingvistik vasitələrə də ifadə olunur. Suggerantın informasiya mənbəyinə qeyd şərtsiz inanması, etimad bəsləməsi hər şeydən əvvəl bu cəhətlə bağlıdır. Bundan başqa, suggestirin nüfuzu mühüm təsir vasitəsi kimi özünü göstərir. Emosional təsir vasitələri ilə yanaşı, suggestirin şəxsiyyəti və onun təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində inam effektinin yaranmasında həlledici rol oynayır. Şüurun nəzarətin itirilməsi ilk növbədə inam effekti ilə izah olunmalıdır. Əgər informasiyanın verilməsi prosesində inam effekti yaranmırsa, insanlar başqalarının onlara göstərdiyi təlqinici təsirlərə müxtəlif yollarla müqavimət göstərirlər ki, buna əks suggestiya deyilir. Təlqin psixoloji sirayətlə də bağlıdır, lakin müəyyən xüsusiyyətlərinə görə ondan fərqlənir. Burada əsas başlıca cəhəti ondan ibarətdir ki, psixoloji sirayət zamanı böyük bir insan kütləsi qeyri-mütəşəkkil surətdə eyni emosional halətlə yaşamağa başlayır. Təlqin isə təktərəfli bir prosesdir. Təlqin şəraitində adamlardan biri digərində müəyyən bir duyğu, təsəvvür, emosional hal, iradi təhrik yaratmış olur. Hətta təlqin yolu ilə onun somato-vegetativ funksiyalarına da öz təsirini göstərmiş olur. Təlqində inam və inandırmanı da xüsusilə fərqləndirmək lazımdır. İnandırma əsasən məntiqə əsaslanır. O, intellektual təsir vasitəsi kimi informasiyanın müstəqil surətdə təhlil olunması nəzərdə tutur. Bu zaman informasiyanı qəbul edən şəxsin bu və ya digər nəticəni nəinki hazır şəkildə qəbul etmir, əksinə onu özü çıxarmış olur. Baxımdan da inandırma psixoloji cəhətdən elə qurulur ki, informasiyanı qəbul edən şəxsin bu və ya digər nəticə ilə razılaşması üçün qoyulan məsələ məntiqi surətlə əsaslandırılır və bununla da təlqin inandırmadan köklü surətdə fərqlənir. O, intellektual təsir vasitəsi kimi deyil, emosional iradi təsir vasitəsi kimi çıxış etmiş olur. Psixoloji təsir vasitələrindən biri də təqliddir. Təqlid ictimai təcrübənin mənimsənməsi yollarından biridir. Bu, əsasən ontogenetik inkişafın ilk mərhələlərində xüsusilə böyük əhəmiyyət daşıyır. Ananın körpə uşaqla ilk ünsiyyəti onun təqlid yolu ilə sosial təcrübəni mənimsəmək üçün əlverişli şərait yaratmış olur. Uşağın yaşı artdıqca isə sosial təcrübənin mənimsənməsində təqlidin rolu dəyişilir. Uşağın bir şəxsiyyət kimi formalaşması istiqamətində təqlidin məzmun və formasında mühüm dəyişikliklər baş verir. Təqlid prosesində həm kognitiv, həm də affektiv cəhətlərdə fərqləndirmək lazımdır. Onlar təqlid şəraitində özünə məxsus etalon rolunu oynayır. İnsan adətən başqa insanda məhz bu etalonlara müvafiq cəhətləri görürdə onu təqlid etməyə başlayır. Kognitiv və affektiv etalonlar bütövlükdə insanın sərvət meyillərini, məsələn, ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir. İnsanda təqlid obyektinə seçici emosional münasibət məhz bu istiqamətdə formalaşmış olur.
Koqnitiv və affektiv etalonlar da insanın cins və yaş xüsusiyyətləri ilə əlaqədar olaraq həmişə e, bir sıra cəhətlər özünü göstərir və buna müvafiq olaraq da bütün hallarda yaş cins fərqləri təqlidin ən başlıca xarakteristikalarında özünü tam aydınlığı ilə büruzə vermiş olur. Müxtəlif yaş qruplarında təqlidin mexanizmi də eyni olmur. Yaşlı insanlarda təqlid müəyyən peşə fəaliyyəti sahələrində öyrənmənin əsas ünsürü kimi özünü göstərmiş olur. Bu baxımdan da təqlidin iki səviyyəsini biz fərqləndirə bilərik. Yəni iki səviyyəsini fərqləndirmək daha məqsəd uyğundur. Birinci səviyyədə o kölkəlanə xarakter daşıyır və daha çox zahiri əlamətlərin təqlid olunması kimi özünü göstərir. Yəni, yamsılama ikinci səviyyədə təqlidin motivləri kökündə dəyişilir. Onlar insanın bilavasitə sərvət meyillərini ifadə etməyə başlayır, təqlid daxili təhlüklə şərtlənmiş olur. Psixoloji təsir vasitələrindən biri də şayədir. Şayə nədir? Müəyyən bir hadisə haqqında hələ heç nə öz dəqiq təsdiqini tapmamış, lakin insan kütləsi arasında bir şəxsdən digərinə şifahi sürətdə yayılan bir məlumatdır. Şayənin iki növü olur: informasiya və ekspresiv tipli şayələr. İnformasiya tipli şayələr həqiqətə uyğunluq dərəcəsinə görə 4 qrupa ayrılır. Qəti surətdə həqiqətə uyğun olmayan, həqiqət ünsürlərinə malik, lakin əslində yalan olan, həqiqətə bənzəməyən ünsürləri olan inandırıcı şayələr ola bilər. Ekspresiv tipli şayələr özləri iki qrupa ayrılır: qorxu ilə bağlı olan şayələr və bir də təcavüz ilə bağlı olan şayələr. Onlar insanların normal fəaliyyətinə xələl gətirir və elə bu niyyətlə də yaranmış olur. Şayələr müxtəlif formalarda yayılır. Bir halda onlar sadəcə olaraq hər hansı bir hadisə haqqında məlumat kimi əmələ gəlir. Bəzi hallarda isə şayə müəyyən bir əhvalat və yaxud da ki, xarakteristika kimi formalaşa bilir. Şayələrin xüsusiyyətləri də var. 4 əsas xüsusiyyətinə baxaq. Onlar sosiumda şifahi sürətdə yayılır. Özlərinin mahiyyətdə dəqiq olmaması ilə seçilir. Üçüncü, sosial gərginlik şəraitində asanlıqla əmələ gəlir və vüsətdə yayılır. Onlar hamını yaxından maraqlandıran, lakin başqalarında qədərincə konkret və yoxlanılmamış informasiya olmayan hadisələrə və insanlara aid olanda sosiumda daha böyük əks-səda doğurmuş olur. Dördüncü, şayələrin zaman xüsusiyyəti vardır. Məsələn, bəzilərinin ömrü qısa ola bilər, onları asanlıqla unudurlar. Bəzi elə şayələr vardır ki, onların müəyyən detalları daha çox əhəmiyyət kəsb edir və diqqəti uzun müddət cəlb edə bilir. Şayələrin əmələ gəlməsi və yayılması bir sıra səbəblərlə əlaqədardır. Həmin səbəbləri təbii ki, bilmədən müxtəlif səciyyəli şayələrin qarşısına almaq, onlara qarşı mübarizə aparmaq çox çətindir. Belə ki, insanlar vacib hesab etdikləri və yaxud da digər bir məsələ barədə dəqiq məlumat əldə edə bilmədikləri nə isə anlaşılmaz məsələ ilə qarşılaşdıqda şayənin yayılması üçün daha çox əlverişli şərait yaranmış olur. Çünki belə olan halda insanlar həmin məsələ barədə müəyyən məlumat əldə etməyə çalışırlar. Bəzən isə həqiqi informasiya mənbəyi olmadıqda onlar təxəyyüllərini işə salıb müəyyən ehtimallar irəli sürürlər. Hətta ayrı-ayrı hallarda bəzi insanlar öz fantaziyalarının köməyi ilə yaratdığı mülahizələrin müəyyən mənbəyi olan bir informasiya kimi də inanırlar. Bu da hər hansı bir fikrin yayılmasına gətirib çıxarır. Digər bir tərəfdən isə şayələr bəzən qəsdən yayılır. Şayənin tez yayılmasının bir əsası da ondan ibarətdir ki, onlar insanların müəyyən məsələ barədə informasiya olan ehtiyacını təmin edir və onun düzgün olub-olmaması artıq ikinci plana keçir. Bu cəhətinə görə təbliğat işində, xüsusən də psixoloji müharibə şəraitində şayələrdən geniş istifadə olunur. Psixoloji təsir vasitələrindən biri də modadır. Moda, modus latın sözü olub, ölçü, tərz, qayda deməkdir. 17-ci əsrdə fransız və italyan ədəbiyyatlarında moda, modu formasında məişət, geyim, mebel, saçın düzəldilməsi davranış sahəsində özünü göstərən xüsusi sosial-psixoloji fenomen kimi ifadə olunmağa başlamışdır. Fashion kimi də işlənir. Moda standartlaşmış kütləvi davranış, spesifik və son dərəcə dinamik bir formasıdır. O, cəmiyyətdə üstünlük təşkil edən əhvalların sürətlə dəyişən zövq və əyləncə vasitələrinin təsiri ilə çoxtəbii sürətdə əmələ gəlmiş olur. Modanın yayılmasında kinofilmlər, jurnallar, məşhur aktyorlar, idmançılar və s. mühüm rol oynar və bu sahədə reklam vasitələrindən də geniş şəkildə istifadə olunur. Moda ünsiyyətinin spesifik olmasıdır.
spesifik bir formasıdır. Özünün bu xüsusiyyətlərinə görə moda müxtəlif funksiyalar ifadə etmiş olur. Modanın iki əsas funksiyasını biz fərqləndirə bilərik. Sosializasiya və bir də kommunikativ funksiya. Hansı ki, sosializasiya funksiyası istər yenilikməli, istərsə də gənclik yaşı dövründə oğlan və qızlar moda vasitəsilə müəyyən davranış nümunələri, məsələn, kişi və qadın etalonlarını mənimsəmiş olurlar. Modanın digər bir funksiyası kommunikativ funksiyasıdır ki, bu funksiya insanlar arasında özünəməxsus informasiya vasitəsinə çevrilir. İnsanlarda bir-biri haqqında ilk təəssüratın yaranmasında moda özünəməxsus bir rol oynayır. İnsanlar bir-birinin davranışını təhlil edərkən onların modaya münasibətinə xüsusi diqqət yetirirlər və bu baxımdan da insanlar özlərinin fizioqnomik maskasını yaratmaq üçün modadan təsirli bir vasitə kimi istifadə etmiş olurlar. Mövzumuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.